Salam dostlar, mən Onur Rəsulov. Əgər siz maliyyə bazarına qoşulursunuzsa, istər investisiya edirsinizsə, istər tradinglə məşğulsunuzsa, siz iki qrup insana qarşı yarışmış olursunuz. Biri dünyanın ən ağıllı insanlarına qarşı, çünki bu sektorda həqiqətən də yüksək intellektli insanlar çalışır. Riyaziyyatçılar, fiziklər, mühəndislər, bura maliyyəçi və s. bunları daxil etməsək olar, amma məsələn kvant notları və s. daha çox scientist dediyimiz adamlar çalışır ki, bunlar belə deyək bazarda inefficiencyləri, anomaliyalar tutub ondan faydalanmağa çalışırlar ki, bəli, dünyanın bəlkə də ən ağıllı insanlardır. Bir digər tərəfdən də dünyanın ən dərəduz insanlarına qarşı yarışmış oluruq. İndi dünyanın ən ağıllı insanlarını bir kənara qoyaq, dərəduzlardan başlayaq. Çünki maliyyə bazarı elə bir sahədir ki, bura qoşulanlar, təzə qoşulanlarda böyük bir illüziya olur və eyni zamanda bu sektorda, xüsusilə brokerage industry dediyimiz, yəni broker sektoru çox güclü reklamlar edirlər və onların əsas məqsədi insanları bura cəlb etməkdir, daha çox yatırım cəlb etməkdir. Çünki onların qazancı oradan çıxır. Ticarət etdiyiniz zaman ya komissiyadan ya da itirirsinizsə onların cibinə gedir. İndi bu baxımdan bu hype qurban olmamaq üçün və ya ümumiyyətlə maliyyə bazarında fərq etməz trade ilə məşğulsunuz və ya uzun vədəli yatırım edirsinizsə, ən azından qurban olmamaq üçün mənim əsas məqsədim bu məsələləri aydınlaşdırmaqdır. Çünki maliyyə bazarına qoşularkən siz uğur hekayələrinə yox, uğursuzluq hekayələrinə fokuslanın. Çünki uğursuzluq hekayələrindən biz dərs ala bilərik və özümüzü inkişaf etdirə bilərik. Yoxsa kiminsə uğurundan, Warren Buffett belə elədi, nə bilim, filan kəs belə elədi, o olmayacaq. Onları replicate eləmək, onları təkrarlamaq çox çətindir. Amma uğursuzluqdan dərs ala bilərsiniz və öz metodunuzu inkişaf etdirə bilərsiniz. İndi mən sizə bir hadisəni danışmaq istəyirəm, Enron işini. Enron кейsi elə bir işdir ki, ümumiyyətlə bütün dünyada hətta belə deyək də dərsliklərə daxil edilmiş bir işdir. Xüsusilə menecment dərslərində və s. Məsələn, mən bu işi Amerikalı bir professordan dinləmişdim magistr təhsil alarkən və o vaxt araşdırmışdım ki, həqiqətən bunun həcmi çox böyük bir belə deyək də təsiri çox böyük olan bir işdir. İndi bəs yaxşı, bu Enron işi nədir? Enron Amerikada bir şirkət idi, 1985-ci ildə qurulmuş enerji kəməri şirkəti idi və bu şirkət tədricən öz biznes sahəsini genişləndirməyə başlayır və 90-cı illərdə şirkətin başına Jeffrey Skilling adlı bir CEO-su gəlir və bu şirkət başlayır bu enerji kəmərlərindən yaymağa və daha çox enerji sahəsində derivativlər yaratma, maliyyə kontraktları yaradaraq onu ticarətlə məşğul olmağa başlayır və hətta bu sahəni genişləndirərək internet bəndləri, internet xətlərinin çəkilməsindən bağlı biznesə daxil olur, reklam işinə girir və bir çox sahələrə belə deyək, öz biznes sahəsini yəni genişləndirmiş olur. Və sonra nə baş verir? Şirkətin səhmləri durmadan yüksəlməyə başlayır. Bu şirkətdə daha çox mühasibatlıqda mark-to-market prinsipi deyirlər. Mark-to-market o deməkdir ki, sadə dillə desək, siz belə deyək, aktivlərinizi hal-hazırda bazar qiymətinə əsasən dəyərləndirirsiniz və əslində bu mark-to-market prinsipi, burada bir nüansı qeyd edeyim. Mühasibatlıqda hal-hazırda işi valuation, yəni bir şirkət dəyərləndirərkən bu prinsipdən istifadə olunur. Amma 2008-ci maliyyə böhranında bu prinsip çox ciddi problem yaradırdı ki, onu ayrıca bir videoda izah edərəm. Amma mark-to-market prinsipi nə idi? Tutaq ki, siz 1 milyon dollara bir şirkət almışsınız 2 il bundan qabaq. Hal-hazırda bazar dəyəri həmin şirkətin 1 milyon 200 min dollardırsa, siz balans şitinizdə yazırsınız ki, artıq şirkətin aktivi məsələ 1 milyon yox, 1 milyon 200 min dollardır. İndi eyni yanaşmadan çıxış edərək Enron şirkəti də başlayırdı. Məsələn, hər hansı bir şirkətlə enerji müqaviləsi bağlayırdı. Tutaq ki, həmin enerji müqaviləsindən gələcəkdə 5 il, 10 il sonra fərz edək ki, 30 milyon, 100 milyon dollar pul qazanasınızsa, o gətirib dərhal balans şitinə əlavə edir ki, şirkətin dəyəri hal-hazırda fərz edək ki, 100 milyon dollar artdı və yaxud 30 milyon dollar artdı. Yəni əldə edilməmiş hələ ki qazancda əldə edilməmiş mənfəətdir, amma bunu mənfəət kimi öz balans şitlərində yazırdılar. Və beləliklə şirkətin dəyəri durmadan artırdı. Borclarını da gizlətmək üçün şirkət mükəmməl bir mühasibatlıq fırıldaqlığından istifadə edirdi. Special Purpose Entities deyə şirkətlər, paid şirkətlər yaradırdılar və tutaq ki, bu nə deməkdir? Siz bir holding idarə edirsiniz, siz hər hansı bir işə girmək istəyirsiniz, bir biznesə girmək istəyirsiniz, amma o biznesin riskini birbaşa holdingin o balans şitinə daxil etmək istəmirsiniz. Yəni o maliyyə sənədlərinə daxil etmək istəmirsiniz. Onu ayrıca bir şirkət yaradırsınız, bir paid şirkət yaradırsınız. O şirkət üzərindən aparırsınız o işləri və riski də o şirkətə aid etmiş olursunuz. İndi Enron da bu qaydada Special Purpose Entities deyə şirkətlər yaradırdı və bu şirkətlərdə diqqət edirin, xarici offshorlarda qeydiyyatdan keçirilirdi ki, Amerikan mühasibatlığından belə deyək də auditorindən keçməsin. Və beləliklə yüzlərlə şirkət yaradırdı. Gəlirini ana şirkətə belə deyək, Enronun hesabına yazırdı ki, şirkət bu qədər gəlir əldə etdi, balans şiti böyüyə-böyüyə gedir. Amma borcları isə həmin o paid şirkətlərin adına yazırdı. O paid şirkətlər üçün də borc almaq üçün Enron öz səhm sənədlərini, öz səhmlərini belə deyək də girov kimi qoyurdu və borc alırdı. Tutaq ki, bir şirkət yaratdı, Y adlı bir şirkət yaratdı. O şirkətin borc almaq üçün gedirdi, məsələn, banka müraciət edirdi. Bank ona borc verməsi üçün Enron gətirib öz səhmlərini girov kimi qoyurdu. Və beləliklə bu şirkətin valuationu durmadan artırdı. Təsəvvür gətirin ki, Fortune jurnalı bu şirkəti 6 il boyunca ən böyük böyüyən bir şirkət adlandırırdı. Əlavə olaraq 2000-ci ildə artıq 2000-in avqustunda şirkətin bir səhmi 90 dollara çatmışdı. Şirkətin ümumi valuationu 70 milyard dollar idi ki, bu həmin dövrdə artıq belə deyək də indiki mega cap deyilir və ya da Seven Magnificent Company deyilir. 7 ən böyük şirkətlər belə deyək Amerikanın. Həmin dövrdə 7-ci ən böyük şirkət idi artıq bu şirkət. Və sonra nə baş verir? Yer gəlmişəm, həmin şirkətin işçilərinə də səhmlər verirlər. Həm də orada işləyən işçilər belə pensiya fondlarına, özəl pensiya fondlarına yığılan
vəsaitlərini də gətirib həmin Enronun səhminə yatırırdılar ki, çünki şirkət deyirdi ki, narahat olmayın, bizim səhmlərimiz yüksələcək, biz tam fərqli bir idarəetmə modelinə sahibik, bizim durmadan gəlirlərimiz artacaq və bu şirkətin səhmi 120-150 dollara yüksələcək. Bütün işçilər və sair öz yatırımlarını, öz maaşlarını, pensiya yığımlarını gətirib həmin Enron səhmlərinə yatırırdılar. Sonra dostlar, bu piramidə bir sualla çökdü. Bir analitik bir sual verir ki, Enron necə pul qazanır ümumiyyətlə? Axı Enronun nə qaz kəmərləri çəkmir, nə elektrik xəttləri çəkmir. Enron necə pul qazanır? Bunlar cavab verə bilmirlər. Belə bir uyduruq cavab verirlər ki, biz intellektual idarəetmə şirkətiyik. Belə bir cavab. Və təbii ki, bu sual veriləndə insanlarda sanki bir o işıq yanır ki, bu həqiqətən bu şirkət necə pul qazanır? Və nə baş verir dostlar? Enronun CEO-su Jeffrey Skilling artıq bu sualdan sonra avqust ayında başlayır təxminən 60-70 milyon dollar həcmində səhmi satmağa. Səhmləri satır və avqustun sonuna yaxında istifa edir, çıxır gedir. Təbii ki, istifa edirsə, duran yerdə belə bir şirkətin CEO-su niyə istifa etsin? Bu çöküşün başlanğıcı olur və bir səhmi 90 dollar olan Enron, təsəvvür gətirin ki, təxminən deməli 2000-ci ilin avqustunda 90 dollar olan Enron şirkəti artıq 2001-in dekabr ayında şirkətin səhmi 1 dollara düşür. 1 dolların hətta 2001-in 2002-nin yanvarında artıq 1 dolların altında 12 sentə qədər ucuzlaşmış olur. Və şirkət 74 milyard dollar sərvət qısa müddət içərisində silinir. Böyük insanlar müflis olur. Minlərlə insan işini itirir. Bundan əlavə dostlar, burada önəmli bir nüans var. Bəs bunu audit şirkətləri görmürdü mü? Onlar yoxlamırdı mı bu şirkətləri? Normalda həmin Enron'u Arthur Andersen adında bir audit şirkəti yoxlayırdı. Həmin dövrdə Big Five deyirlər. İndi o çökəndən sonra Big Four qaldı. Big Five daxil idi. Yəni Big Five-a daxil idi Arthur Andersen. Və bu şirkət, bu audit şirkəti həm Enron'u yoxlayırdı, həm də ona məsləhətlər verirdi. Və təbii ki, oradan da kifayət qədər gəlir əldə edirdi və bu gəliri əldə etdiyinə görə də müəyyən görməməzliklər, yəni güzəştlər edirdi. Əlavə olaraq da həmin o Arthur Anderson'dan çıxan işçilərin bir çoxusu Enron'da həmin mühasibatlıq maliyyə sahəsində işləyirdilər. Bir də Arthur Anderson'ın həmin Enron'u yoxlayan belə deyək, məsul şəxsinin yoldaşı bu Enron'un CEO-sunun həyat yoldaşı ilə dost idilər və onlar birlikdə tətilə gedirdilər, birlikdə gəzintilərə çıxırdılar. Bu da təbii ki, kifayət qədər onların əlaqəsi olduğunu göstərirdi və hətta Enron çökməyə yaxın, artıq o xəbərlər çıxmağa yaxın Arthur Anderson da həmin o mühasibat sənədləri, yoxlanan audit sənədlərini və s. hamısını məhv etmişlər ki, belə deyək də bu sekund və digərlərinin əlinə keçməsin. Və beləliklə Enron şirkəti çökmüş oldu. Böyük belə deyək də bir maliyyə itkisi yaşandı. Həmçinin Arthur Anderson da bundan dolayı onların da lisensiyası ləğv edildi və onlar da bağlanmış oldu. Səhv etmirəmsə 25 minə yaxın işçi işindən olmuş oldu Arthur Anderson'ın çökməsinə. Həm Enron belə deyək də iflas etmiş oldu, həm də Arthur Anderson'ın lisensiyası ləğv edildi və onlar da öz nüfuzunu itirdi. Zaten işləməsi də mümkünsüz idi və onlar da bir mənada iflas etmiş oldular. İndi bunu niyə danışıram dostlar? Bəzən biz ümumiyyətlə bir şirkət alarkən, hə filan kəs dedi bu şirkəti al, bu əla şirkəti, bax, qısa müddət ərzində qiymət buradan bura gəlir. Elə deyil dostlar. Ən azından bir şirkətə yatırım edərkən heç olmasa bu şirkət haqqında araşdırın. Bu şirkət nə satır? Əlavə olaraq dostlar, siz təkcə publik informasiya, yəni qrafikə baxdıq, onun əmsallarına, maliyyə əmsallarına baxdıq, bu da önəmli. Bizim baxmalı olduğumuz spesifik bəzi məlumatlar var. Məsələn, SEC-in Form 4 deyə bir sənədi var. Baxmaq lazımdır ki, şirkət rəhbərliyi və ya da ki, insiderlar səhm satırlarmı? Satırlarsa niyə satırlar? Əgər kütləvi şəkildə insiderlar səhm satırsa, deməli burada bir problem var. Təsəvvür gətirin ki, Jeffrey Skilling səhmlərini satırdı, amma deyirdi ki, insanlara narahat olmayın, səhmlərin qiyməti yüksələcək. Buna kim inanır? Və burada da önəmli bir nüans diqqətinizi çatdırım. Deyə bilərsiniz ki, bəlkə məsələn hər bir şəxs üçün şirkət mənfəət əldə etdi, səhmlər qiyməti yüksəlib və CEO da səhmlərini sata bilər. Bəli, məsələn Meta'nın CEO-su Zuckerberg satır, Nvidia-nın CEO-su da satır, Amazon CEO-su da səhm satır. Amma bu səhm satmanın xüsusi proseduru var. Belə ki, Amerikada 10B51 plan deyə bir plan var. Əgər bir CEO hissə sənədi satacaqsa, bunu əsaslandırmalıdır və öncədən plan qurmalıdır ki, məsələn, mənim əlimdə bu qədər hissə sənədi var və mən bunun hamısını və ya da müəyyən hissəsini, əgər qiymət bu hissəyə çatarsa, satacağam. Və həmin hissə satanda da avtomatik olaraq o satışlar açılır. Yəni bunu sonradan siz dəyişə bilməzsiniz. Niyə görə? Çünki insider tradingin qarşısını almaq üçün. Və burada da önəmli bir nüans var. Jeffrey Skilling bu boşluqdan istifadə etmək istəyir. Deyir ki, biz 10B51 planı qurmuşduq, amma onu sonradan prokuror isbat edir ki, xeyr, siz ondan sui-istifadə etmisiniz. Yəni bilirdiniz ki, şirkət batacaq və siz qabaqcadan satıb, sonra istifadə edib çıxıb getməyə çalışırsınız. Yəni ümumiyyətlə səhm satılarkən niyə satılır, kim satır, hansı həcmdə satır, bunları mütləq araşdırmaq lazımdır. Və maliyyə bazarında da valuation-a görə bir şirkətin səhmi dəyəri çox yüksəlirsə, o şirkətləri mütləq araşdırmaq lazımdır. Niyə yüksəlir anında? Və rasionaldırmı o yüksəlişlər? Misal Tesla'ya baxın, mən sizə bir şey göstərəcəm. Baxın. Tesla indi hamı Elon Musk haqqına görə alır, amma Tesla'nın price to earning-inə diqqət edin, 360-dır. Bu həddindən artıq bahalanma, həddindən artıq baha deməkdir. Tesla'nın səhm başına düşən gəliri təxminən 1 dollardır, amma investor ona hal-hazırda 360 dollar verməyə razıdır. Bu həddindən artıq bahalı bir şirkətdir. Ola bilər o Elon Musk'dır, belə qabiliyyətlidir, elə qabiliyyətlidir, amma bu kifayət qədər problemli bir, artıq balondur bu. Və bir digər tərəfdən həmin vaxtı Enron'un da gəliri price to earning ratiosu dostlar 70 idi. Yəni həmin dövr üçün kifayət qədər yüksək bir rəqəm idi. Biz bunları niyə görə belə deyək araşdırmalıyıq? Çünki ən azından
belə şeylərin, belə maliyyə fırıldaqlığının belə deyək də qurbanı olmayaq deyə. İndi ola bilər ki, sonra 100 dollar, 200 dollar, 500 dollar, 1000 dollar yatırım edirsiniz. Amma böyük yatırım edən insanlar da var və bəzən o yatırım edənlər bir çoxsa haypa əsasən yatırım edir. Deyir ki, filan kəs dedi, mən də aldım. Çünki burada pul itirmək, başa düşürəm. Çox adam deyirlər ki, risk aldım, risk alım. Risk alarkən dostlar, ən azından araşdırmaq lazımdır. Siz nəyin riskini alırsınız? Kimin riskini alırsınız? Və yaxud da ki, risk alarkən tutaq ki, siz Tesla aldınız. Teslanın qiyməti hara gedəcək? Buradan çıxıb gedir 1000 dollar, bəlkə də gedəcək. Amma ya getməzsə nə qədər pul itirəcəksiniz? Bunu düşünmək lazımdır. Və asimetrik investisiyanı öyrənmək lazımdır. Asimetrik investisiya edərkən də gözü yumulu yox, hər şirkətə alan şey deyil. Məsələn, asimetrik investisiya nə deməkdir? Tutaq ki, gələcəkdə önə çıxacaq yeni bir texnologiya məhsulu və yaxud da nə bilim hər hansı bir spin-offlardan dolayı bir şirkətin dəyəri kəskin uzlaşır. Siz bilirsiniz, şirkətin dəyəri bu deyil. Həmin onu dibdən alım, qiyməti bahalaşacaq və s. Bunlar asimetrik investisiyadır. Amma məsələn, mən daha çox research development yönümlü şirkətlərə, texnologiya şirkətlərinə, ümumiyyətlə research development deyə bu yönlü şirkətlərə yatırım edirəm. Amma onlara da yatırım edərkən ən azından mən onların patentlərinə baxıram. Bu şirkət patent çıxarırmı? Patentləri varmı? Hansı sahədə patentlər alır? Patentləri artırmı? Məsələn, mən bu ölkədə kvant sektoru iş deyənlərdənəm. Hələ onda bu sahə bilinmirdi. 2024-ün mart ayıydı. Amma bunu da boşu-boşuna deməmişdim. Çünki məsələn mən baxırdım ki, Rigettidir, quantum computingdir. Bunlar durmadan patent alırlar. Həmin tarixə girib baxsanız, o şirkətlərin patentlərində davamlı bir artım var. Və yaxud Nvidia-nın baxın 2010-cu illərdən bəri çox böyük sayda GPU-lar üzrə patentləri artmağa başlayır. Yəni ən azından texnoloji şirkətlərin, research development şirkətlərə baxanda ən azından spesifik olaraq baxırsınız ki, patent varmı, yenilik varmı, innovasiya varmı? Əlavə olaraq insiderlar alırlarmı, almırlarmı? Forma 4 sənədinə baxmaq lazımdır. Kimlər alıb, hansı həcmdə alıb, niyə alıb? Bunları bilmədən yatırım edirsinizsə, siz ümumiyyətlə belə deyək, böyük risk almış olursunuz. Və təbii ki, risk alın deyənlər də əmin olun, bu sahədə öz pulları ilə ticarət etməyən insanlardır. Qətiyyən risk almayın. Risk alırsınızsa da hər zaman gətirisini düşünün ki, yaxşı, mən 1 dollar risk alıramsa, mən neçə dollar qazanacam? Daha mən 100 min dollar risk alıb, oradan 30 min dollar qazanmağı hədəfləyirəmsə, bu maliyyə bazarı baxımından çox böyük bir riskdir. Belə dostlar, ümid edirəm faydalı olmuşdur. Bu videonun da məqsədi qeyd etdiyim kimi bir məlumat xarakterlidir, bir qoruma xarakterlidir. Yəni hype satmaq deyildir. Təşəkkür edirəm. Video xoşunuza gəldisə kanala abunə olmağı və like atmağı unutmayın. Təşəkkür edirəm.